Salamlar hər kəsə, xoş gəlmisiniz kanalıma. Bu video yəqin ki, kanalımda ilk və son video olacaq, çünki davam eləməyə fikirləşmirəm. Əslində bu videonu çəkməkdə məqsədim insanlara, ailəsi hazırlaşanlara kömək olmaqdır. Çünki bu prosesə başlamazdan əvvəl mən də bir çox çətinliklərdən keçmişəm əslində və fikirləşirəm ki, bəzi öyrəndiyim, təcrübə edindiyim şeylər digər insanlara da çox kömək olar. Yəni videonu çəkməkdə qətiyyən məqsədim izləyici yığmaq deyil. Onsuz da yəqin ki, son videom olacaq bu YouTube kanalında. Ümid edirəm faydalı olar. İlk olaraq özümü təqdim etmək istəyirəm. Mən Səbuhi Mehdiyev, Azərbaycan Dillər Universitetini 2023-cü ildə bitirmişəm. Həmin ildə hərbi xidmətə yola salınmışam. 2024-cü ildə hərbi xidmətdən qayıdıb IELTS imtahanı hazırlaşmışam və bir ay əvvəl 7.5 overall skorla bitirmişəm prosesi. Ümumi balımdan danışdım. İndi isə hər section üzrə olan balımdan danışmaq istəyirəm. 8 listening, reading ballarım olmuşdu. 7 speaking və writing ballarım olmuşdu. Biraz da hazırlıq prosesindən danışmaq istəyirəm. Əslində video çox uzun çəkməyəcək. Qısaca hərəsindən biraz danışmaq istəyirəm. Hazırlıq prosesi ilk öncə onu demək istərdim ki, IELTS imtahanı heç də asan imtahan deyil. Hətta sizin ingilis dil leveliniz çox yaxşı olsa belə, B2 səviyyəsində olsa belə, siz müəyyən bir müddət IELTS imtahanı hazırlaşmalısınız. Yəni ən azından ay yarım, 2 ay siz bu imtahana vaxt sərf eləməlisiniz. Çünki yalnızca dil imtahanı deyil bu. Ümumiyyətlə əlavə bacarıqlar da tələb edir. Məsələn, vaxt idarəsi olsun, stresin öhdəsindən gəlmə bacarığı olsun. Çünki IELTS imtahanı doğrudan insanı stresə salan bir imtahandır. İlk başlayanda, hardasa bir neçə ay əvvəl ilk başlayanda fikirləşirdim ki, yəqin ingilis dilim var, mənim üçün çox da çətin olmaz. Bu fikir əslində məni çox yanıltdı və xəyal qırıqlığına uğratdı, belə deyək. İlk imtahana hazırlaşmağa başlayanda elə bilirdim ki, mənim üçün çox rahat bir proses olacaq. Yəqin ki, bir aya rahat 7-5 alaram IELTS-dən. Amma qətiyyən elə olmadı. İlk hazırlaşdığım vaxtda hətta listening reading eləyəndə mən başa düşdüm ki, yox, IELTS imtahanı sadəcə dil imtahanı deyil. Yəni sən normal vaxt ayırmalısan, davamlı şəkildə işləməlisən. Listening reading elədim, nəticələrim çox da yaxşı olmadı. İlk dəfə deyəsən hər ikisindən 6-5 ya 7 almışdım. Readingdən 7-5 almışdım, amma saat yarım sərf eləyərək almışdım. Reading mənim qorxulu yuxum idi ilk başlayanda. Listening okey, zamanla düzələcəyini bilirdim onsuz da. Amma reading heç də elə deyildi. Saat yarım sərf eləyirdim və növbəti gün birində elədim, yenə saat yarım sərf elədim və bilirdim ki, saat yarım həddindən artıq çox bir müddətdir. İlk vaxtlarda bilirdim çatdıra bilməyəcəyimi, amma bilirdim ki, 1 saat 5 dəqiqə, maksimum 10 dəqiqə olar. 1 saat yarım mənim gözümü çox qorxudurdu. Bu da məni çox pis stresli duruma salırdı. Daha sonra qərar verdim ki, müəyyən bir müddət ancaq ingilis dilimə ayırım. Çünki mən əsgərlikdən qayıtmışdım. Beynim biraz necə deyək, paslı idi sanki. Biraz özümə gəlməyim lazım idi. Başladım, 1-2 dənə akademik kitablar var idi. Onları işlədim, sonra filmlər izlədim və s. Ümumi ingilis dilimə zaman ayırdım və bir müddət keçəndən sonra, hardasa saat yarım, əstəğfurullah, ay yarım keçəndən sonra hiss elədim ki, mənim ümumi ingilis dilim yaxşı vəziyyətə gəlib. Ondan sonra başladım IELTS-ə hazırlaşmağa, self-study ilə hazırlaşdım. Məncə heç də çətin deyil və müəllimsiz hazırlaşmaq daha rahatdır mənim üçün, mənim kimi biri üçün. Çünki mən xoşlayıram ki, bir şeyi özüm eləyim. Kimlərdənsə asılı olmağı xoşlamıram. Bir də kimisə ümidinə qalmağı xoşlamıram. Ona görə çalışdım ki, bütün məsuliyyəti öz boynuma yükləyim. Bir sayt tapdım, Enginovate saytı, onu qeyd eləyərəm. Çox möhtəşəm saytdır. Ondan 19 olan Cambridge-in kitabları həmin saytda var və mən sadəcə onları işlədim. Bir də mini IELTS saytı var. Oradan da bir neçə test işlədim. Əslində mini IELTS saytı mənə çox kömək elədi. Həddən artıq çox kömək elədi. Çünki mini IELTS-də nisbətən çətin idi suallar, xüsusilə də reading sualları və daha çox bu Cambridge-in kitablarındakı 3-cü testlərə bənzəyirdi. 3-cü testlərin çətinlik səviyyəsi nisbətən daha çox olduğu üçün mini IELTS ona biraz bənzəyirdi. Mini IELTS-dən bir neçə test işləyəndən sonra görürdüm ki, ümumi balıma təsir eləyir. Yəni Cambridge kitablarını işləyəndə daha rahat gəlirdi mənə. Bir də IELTS online saytı var. Bu saytı çox tövsiyə eləməzdim, çünki Cambridge-dən çox uyğun gəlmir. Amma gördünüz, bütün testləri eləmişsiniz, vaxtınız var, işləyə bilərsiniz, yəni problem yoxdur. Mən ondan işləmişdim, adeta 5-6 test işləmişdim. Deməli, hardasa 1 ay, 2 aydan sonra məncə özümü biraz confident hiss elədim. Əslində mən speaking üçün heç hazırlaşmırdım. İlk öncə istəyirsiniz biraz ardıcıl danışım. Listeningimi necə inkişaf elətdirdim. Sosial mediada, daha çox YouTube-da çoxlu videolar var. Listening üçün
tips, tricks falan filan. Mən bunlara çox inanmırdım əslində. İlk vaxtlar inanırdım. Fikirləşirdim ki, mən bunları eləməsəm yəqin ki, yaxşı bal toplaya bilmərəm. Amma zaman keçdikcə anladım ki, listeningdə önəmli olan bir neçə şeydir. Məsəl üçün, bunlardan birinci hər birimizin bildiyi kimi, listeningdə audio material dinləməyə başlamazdan əvvəl bizə müəyyən bir müddət verilir ki, tapşırıqlarla tanış olaq, testlərlə tanış olaq. Məsələn, audiodan əvvəl birinci oxuyursunuz, analiz eləməyə çalışırsınız, nə istəyir, bütün variantları müqayisə eləyirsiniz. Ondan sonra dinləyəndə çox rahat olur. Heç çətinlik çəkmirsiniz. Dinlədikdən sonra başlayırsınız, bir-bir testləri yazırsınız. Birinci açar sözləri tapırsınız təbii ki, çünki onlar sizə dinləyərkən çox yardımçı olacaq, buna əmin olun. Əslində listening o qədər də çətin deyil. Sadəcə olaraq müəyyən bir müddət praktik eləmək lazımdır, təcrübə eləmək lazımdır. Davamlı şəkildə listeningi praktik eləsəz, sonra sizin üçün çox rahat olacaq. Məndə də belə olmuşdu. Mənim qorxulu yuxum həmişə reading olmuşdu. İlk başda bayaq da dediyim kimi saat yarım vaxt ayırırdım və çox çətin gəlirdi. Sonradan fikirləşdim ki, readingdən yaxşı bal almasam, mən onsuz da overall'um yaxşı gəlməyəcək. Çünki bütün hissələr bir-biri ilə asılıdır. Digərləri yüksək gəlsə, biri aşağı gəlsə, overall bala təsir edir. Ona görə fikirləşdim ki, mən readingə əməlicə vaxt ayırmalıyam. Sonra başladım, belə bir qərara gəldim. Cambridge-in kitablarını işləyib bitirəndən sonra yenidən həmin mətnləri oxuyurdum və oradan çıxardığım sözləri bir dəftərə yazırdım. Həmin dəftərə yazandan sonra isə başlayırdım ChatGPT ilə işləməyə. Yazırdım ki, bu qədər sözləri kontekstlərdə işlət. Başlayırdı bu sözləri kontekstlərdə işlədirdi. Yeni kontekstlərdə bu sözləri gördükcə bu sözlər mənim beynimə girirdi. Şuur altıma otururdu və sonradan bunları gördükcə mən bunun mənasını bilirdim. Çətin gəlmirdi. Çoxlu akademik sözlər öyrənmişdim və bu gördüm ki, mənim ümumi reading balıma çox təsir elədi. Çünki readingdə daha çox parafraza eləmək, sinonimlər falan insanın çox işinə yarayır. Reading zaman keçdikcə məndə yaxşılaşdı. Bütün bunları eləyəndən sonra reading çox asan gəlməyə başladı. Əslində readingdə də bir neçə strategiya var, amma bunun üçün saatlarla video izləməyə ehtiyac yoxdur. Yəni bir neçə kiçik strategiyalardır. Bunu bəlkə də çoxunuz bilirsiniz. Məsələn, bəzi sual tipləri var ki, ardıcıl gəlir. True, false, not given olsun. Sonra demək olar ki, hamısı. Bir dənə paragrafların birləşdirilməsi idi, bir də headingslər idi. Bunlar ardıcıl gəlmirdi. Ona görə digərlərini birinci eləyirdim. Çünki əlavə vaxtım getməsin deyə asan gəlirdi. Digərlərini birinci eləyəndən sonra vaxtımı headingslərə sərf eləyirdim. Sonra anlayırdım ki, mən digərlərinə vaxt sərf eləməyim, digərlərini birinci işləməyim mətnində müəyyən bir informasiyanı mənim beynimə ötürür. Ötürəndən sonra headingsləri daha rahat tapırdım. Elə bil ki, mətnin haqqında biraz anlayışım olduğu üçün headingslər və paragrafları daha rahat tapa bilirdim. İlk vaxtlar çox çətin gəlirdi. Hətta məncə headingslər IELTS readingin ən çətin sual tipidir. Bu da belə, readingdən də danışdıq. Əslində readingə də çox vaxt ayırdıqca və sual tiplərini necə işləməyi öyrəndikdən sonra o qədər də çətin olmur. Yəni, dediyim kimi, strategiya yalnız budur. Suallar ardıcıl gəlir, suallara birinci baxırsan, sonra mətninə keçirsən, mətndə həmin sualı tapırsan, sonra ardıcıl gəlir. Yəni, ikinci sualı artıq həmin mətnindən biraz aşağı hissədə tapırsan, ya növbəti paragraflarda tapırsan, ardıcıl olur. Çox vaxt ardıcıl olur. Bəzən olmurdu, o da readingin üçüncü testində bəzən olur ki, ardıcıl gəlməyə bilir. Amma çox istisna hallarda, deyərdim ki, ümumiyyətlə, çox istisna hallarda. Nəysə, readingdən də danışdım. İndi keçək writing və speakingə. Əslində, mən speaking üçün demək olar heç hazırlaşmadım. Ümumi speakingim normal olduğu üçün fikirləşirdim ki, 7-5 ala bilərəm. Əslində, belə də oldu, amma mən daha yüksək gözləyirdim təbii ki. Bir dənə platforma var Telegramda, Speaking Partners. Mən buna qoşuldum, 3 ay hardasa orada demək olar gündəlik qoşuldum. Müxtəlif insanlarla müxtəlif mövzularda danışdım, amma IELTS sualları üçün demək olar heç hazırlaşmadım. Daha sonra fikirləşirdim ki, mənim ümumi ingilis dilim yaxşıdır və istənilən IELTS sualına cavab verə bilərəm. Düzdür, cavab verə bildim. İmtahanda 7 aldım. Daha doğrusu 6-5 almışdım, sonra apellyasiya verdim. Balımı 7 elədilər. Əslində mənim imtahanım, examinerim çox, necə deyim, biraz sərt insan idi. Ona görə məncə mənim balımı kəsdi və haqlı olaraq apellyasiya verdim, balımı aldım. Amma yenə də fikirləşirəm ki, başqa examiner olsaydı, bəlkə də apellyasiya verməsəydim 7-5 vermişdim mənə həmin imtahanda. Nəysə, yəni əgər sizin də ingilis diliniz normalsa hazırlaşmadan 7 ala bilərsiniz IELTS speakingdən, amma hazırlaşsanız məsələn hər sual üçün vocabulary yaratsaz beyninizə, orada ondan istifadə eləsəz, idiomlardan falan istifadə eləsəz, rahat yüksək bal alarsınız. IELTS writing çoxlarının ən çox çətinlik çəkdiyi
ən çətinlik çəkdiyi sectiondur, amma mən belə deməzdim. Çünki writing readingdən daha asan gəlirdi mənə həmişə. Çünki hər zaman beynimizdə nəsə var yazmağa. Yəni essay olsun, essay report olsun. Report task 1-da məsələn ancaq data verirlər, analiz edirsən, şərh eləyirsən. Task 2-da isə essay yazırsan. Məncə yəni orta məktəbdə də yazdığımız bir şeydir. Əgər yazım qabiliyyətiniz Azərbaycan dilində normaldırsa, məncə IELTS üçündə o qədər də çətinlik çəkməyəcəksiniz. Biraz akademik yazmaq lazımdır. Bunun üçün də biraz işləmək lazımdır. Mənim bir tanışım var idi. Çoxlu writing eləyirdi, essay yazırdı, amma imtahanda 6-5 toplamışdı. Yəni nə qədər çoxlu essay yazsa da, getdi imtahanda 6-5 toplamışdı, writingdən 6-5 toplamışdı. Amma mən çox az writing işləyirdim, nə yalan danışım. Yəni elə olurdu, günə bir dənə task 1 eləyirdim, sabahsı gün bir dənə task 2 eləyirdim. Səbrim çatmırdı, düz biraz tənbəllik eləyirdim. Amma nəticəm pis olmadı. 7 oldu, düzdür. Task 1-ı çatdıra bilmədim imtahanda. Çatdırsaydım bəlkə də 7-5 olacaqdı. Amma yenə də 7 pis nəticə deyildi məncə. Mənim materiallar, bir neçə material var. İstəsəz şərhlərdə istəyirsiniz, mən onu sizə ataram. O materiallarda içərisində IELTS Writing Task 1, Task 2 üçün kitablar var. Sırf onlardan oxumuşdum, sampleları oxumuşdum. Onlar mənə doğrudan çox kömək eləmişdi. Writing üçün istifadə etdiyim başqa strategiya ChatGPT-dən istifadə etməyim oldu. Məsələn, yazdığım hər yaz materialını atırdım, deyirdim ki, IELTS kriteriyalarına uyğun mənim essayimi və ya reportumu qiymətləndir. O da başlayırdı qiymətləndirirdi. Çox vaxt düzgün qiymətləndirirdi. Əslində ChatGPT çox güvənmək olmaz təbii ki, amma doğrudan çox kömək eləyir. Məsələn, preposition səhv eləyəndə qeyd eləyir, qrammatik səhvlər eləyəndə qeyd eləyir. Məncə bu çox yaxşı bir şeydir. Mənim qrammatikama da biraz kömək elədi. Yəni mən fikirləşirəm ki, ChatGPT mənim writing balıma çox kömək eləmişdi. O oxuduğum kitablardan da istifadə etdiyim strategiyalarda hamısı o kitablarla bağlı idi. Bir də ChatGPT-nin köməyi ilə mən 7 bal ala bildim. Yəni mən bunu müəllimsiz elədim. Məncə hər kəs eləyə bilər. Yəni çox insan özünü qorxudur. Belə bir şayiələr yaranır ki, mən ancaq müəllimlə çalışmağı sevən biriyəm, müəllimsiz mənim disiplinim olmayacaq falan filan. Boş söhbətlərdir. Əslində mən də disiplinsiz işlədim. Bayaqlar dediyim kimi, gah task 1 yazırdım, gah task 2 yazırdım, gah listeningi bir gün eləyirdim, bir gün eləmirdim. Amma siz disiplinli olsanız daha yaxşı olar təbii ki, amma olmasanız belə, yəni bal almaq olurmuş. Yəni biraz daha çox ekstra effort sərf edərsəz, yəni 8-5 belə alarsınız müəllimsiz. Məncə mümkündür. Hər şey mümkündür. Əslində bu video çəkməyimin əsas məqsədlərindən biri də self-study-ni təbliğ eləmək idi. Çünki 21-ci əsrdə yaşayırıq və hər şey çox əlçatandır. İstənilən informasiya bizim üçün əlçatandır hal-hazırda. Hətta mən sabahdan etibarən alman dilində öyrənməyə başlayıram. Bunu da self-study ilə eləyəcəyimi düşünürəm. Mən ingilis dilində self-study ilə öyrənmişəm onsuz da. Nəysə, writing-də belə məncə writing-dən yüksək balı ala bilərsiniz rahat. Hətta deyərdim ki, writing o qədər də çətin bölmə deyil. Sadəcə time limiti qoyun və vaxt limiti ilə işləyin. Təkcə writing yox, listening, həmçinin reading. Mən hamısını vaxt limiti ilə eləyirdim və imtahanda da vaxt cəhətindən digərlərində problem olmadı. Bir dənə writing-də problem oldu. O da ki, arxayın olmuşdum. Elə bildim çatdıracağam. Vaxt çox sürətlə keçdi deyə bir də gözümü açdım ki, 8-10 dəqiqəm qalıb, ya 12 dəqiqə yadımda deyil. Writing task 1 yazmamışam hələ. Sonra yarımçıq yazdım, overview yazdım, body paragraflara vaxtım çatmadı. Hətta fikirləşirdim ki, balım 6-5, 6 falan da gələ bilər. Amma sağ olsun, task 2 yaxşı yazmışdım deyə yaxşı da qiymətləndirib examiner. Yəqin ki, task 1-da da overview falan normal yazdığımı görüb 7 ilə qiymətləndirib. Hazırlıq prosesi ilə danışdım. İlk öncə çəkdiyim stressdən də danışmaq istəyirəm. Bayaq da dediyim kimi, ilk vaxtlar IELTS-ə hazırlaşmağa başlayanda mən çox pis stress çəkirdim. Hətta çəki vermişdim. Bunun səbəbi IELTS-in doğrudan da stresli bir proses olduğu. İlk başda hər kəs çətinlik çəkir. İlk başda imkansız gəlir 7-5 almaq, 8 almaq, amma hər şey mümkündür. Zamanla görəcəksiniz ki, o qədər də çətin deyilmiş, fikirləşdiyiniz qədər çətin deyilmiş. Sadəcə olaraq vaxt ayırmaq lazımdır. Çətin olmadığını özünüzə sübut eləməlisiniz. Ondan sonra zaman keçdikcə görəcəksiniz ki, o qədər də çətin deyil. İstədiyiniz balı çox rahat self-study ilə də ala bilərsiniz. Müəllimlə də işləyə bilərsiniz təbii ki, ona söz yox, amma self-study ilə mən elədim, məncə hər kəs də eləyər. Yəni nə pulunuzu israf eləməyin, nə yollarda, kurslarda vaxtınızı israf eləməyin. Oturun evdə, ev şəraiti məncə hamısından daha yaxşıdır. Bu arada sınaq imtahanlarından da danışmaq istəyirəm. Mən Baratçısında bir dəfə sınaq imtahanına getdim. 6-5 almışdım sınaq imtahanından. Amma tövsiyə eləməzdim orada sınaq imtahanını sizə. Çünki sınaq imtahanının real imtahandan uzaqdan yaxına əlaqəsinin olmadığını gördüm. Yəni
Mənim təcrübəm belə idi. Çox çətin düşmüşdü. Heç vaxt listeningdən 6 almamışdım. Nə Cambridge-in kitablarından, nə başqa materiallardan. Amma mən getdim IELTS-in sınağından barasında 6 almışdım listening. Bu da mənim motivasiyama çox pis təsir elədi. Sonra dərk elədim ki, bəs uzaqdan yaxın əlaqəsi yoxdur. Yəni davam elə, real nəticəni real imtahanda göstərəcəksən və elə də oldu. Nəticəm də şükür Allaha çox yaxşı oldu. Demək istədiyim başqa bir şey də var. Məsələn, mən IELTS imtahanına girənə qədər özümü heç vaxt hazır hiss eləmədim. Sona qədər. Vaxtı uzada durmuşdum. Gah 15 gün artırırdım, gah bir ay ertələyirdim. Sonda aprelin 16-sını imtahana aldım. 2 həftə qabaqdan imtahan aldım ki, sonra uzatmayım. Və imtahana girənə qədər hazır hiss eləmədim. Fikirləşirdim ki, kifayət qədər writing eləməmişəm, kifayət qədər reading işləməmişəm və imtahanda da 6 alacam, 6-5 alacam. Bu cür şeylər beynimi tərk eləmirdi, özümü özgüvənsiz hiss eləyirdim. Amma imtahana girəndə gördüm ki, əziyyətim yerdə qalmadı. Yəni əziyyət çəkirsənsə, bunun yerdə qalması deyilən bir şey yoxdur. Sadəcə olaraq davamlı şəkildə işləmək lazımdır. Davamlı şəkildə vaxt ayırmaq lazımdır. Yəni çox optimist olmaq əslində o qədər də yaxşı deyil. Çox fikirləşirsən ki, hə mən rahat bundan alaram, rahat ondan alaram. Ayda ildə bir dəfə listeningdən 7-5 8 alırsan, fikirləşsən imtahanda da belə alacam. Ayda ildə bir dəfə readingdən 8 alırsan, fikirləşsən imtahanda da belə olacaq. Olmayacaq. Yəni siz ən azından davamlı şəkildə 8 almalısınız ki, 8 alasınız. Davamlı şəkildə 7-5 almalısınızsa 7 alasınız. Ona görə ən pisi gözünüzün qarşısına gətirin. İmtahanda ən pisi nə ola bilər? Mən imtahana girməmişdən əvvəl imtahan günü idi, yadımdadır, səhər idi. Beynimdən keçir dedim, birdən imtahanda qızdırmam qalxdı. Birdən həyəcandan belə oldum, elə oldum, özümü itirdim, imtahanı batırdım, pulum batdı. Bu qədər hazırlaşdığım vaxt heyf oldu filan. Bu cür şeylər beynimdən keçir. Dedim ki, mənim beynim vaksinasiya olunsun, ondan sonra hər situasiyaya. Sonra zəif nəticə toplansam da bu mənə çox təsir eləməsin. Və şükür Allaha çox da yaxşı oldu. İndi isə imtahan zamanından danışmaq istəyirəm. İmtahana girdim, çox həyəcanlı idim təbii ki. Hər cür şey beynimə gəlirdi, birdən belə olar, birdən elə olar. Özümü ələ almağa çalışırdım təbii ki. Özümə təsəlli verməyə çalışırdım bəzi hallarda. İmtahana girdim, listening sualları açıldı. İlk 2 sualı yandırdım. Təsəvvür edin ki, yəni çox asan suallar idi. Amma yandırdım. Mən çox pis motivasiyadan düşə də bilərdim. Özümü itirə də bilərdim, digər bütün sualları yandıra da bilərdim. İnanırsınız, kürəyim tər olmuşdu. Yəni alnıma tər yığılmışdı. O dərəcədə yəni pis bir haldaydım. Ondan sonra özümə gəldim, toparlandım, başladım yazmağa. Ondan sonra gördüm, yox, düşündüyüm qədər çox da çətin deyilmiş, yaza bilirmişəm. Yəni özümü itirmədim ən azından. Sonra listening yaxşı keçdi, o mənə motivasiya verdi. Reading-də yaxşı yazdım, reading-də çətin olmadı. Writing-ə keçəndə artıq fikirləşirdim ki, listening-lə reading-in pis olmadı, yaxşı oldu. Yəni ən azından 7-5 var hər ikisindən. Sonra writing-ə keçəndə isə task 2 mənə çox çətin bir mövzu düşmüşdü. Kredit kartları idi mövzu, tam belə yadımda deyil. Outweigh essay-idi. Deməli, bu mənə mövzu çətin gəldi. Biraz fikirləşdim, vaxt itirdim, çox vaxt itirdim orada. Nəysə, dedim ki, yazmamaqdansa yazmaq yaxşıdır. Başladım yazmağa, gördüm ideya gəlir. Düzdür, əsas IELTS writing-də əsas ideyaları support eləməkdir əslində. Məsələn, introduction yazırsan, sonra body paragraflara keçid eləyirsən, ideyalarını dəstəkləyirsən. Əsas məsələ body paragrafda birinci cümlən tez statementdir. Daha sonra başlayırsan onu support eləməyə. Sonra example falan verirsən. Examiner görür ki, hə, yəni ideyanı düzgün support eləmisiniz və sizi yüksək balla qiymətləndirir. Conclusion-da isə hər iki body paragrafı elə bil ki, xülasə eləməlisiniz. Yəni əslində çox çətin deyil. Üstündən bir ay keçibdi. Mən də bu videonu təsadüfən açmağa başladım. Yəni hazırlaşmamışam bu videonu çəkmək üçün. Ona görə xüsusi danışa bilmirəm. Instagram səhifəmi qeyd eləyəcəm videonun altından. Nə sualınız olsa verə bilərsiniz. Daha aydın şəkildə sizə izah eləyə bilərəm nə necə yazılır. Bacardığım qədər kömək eləməyə çalışaram. Writing-də task 1 mənə table düşmüşdü. Heyf ki, çatdıra bilmədim. Çatdırsaydım bilirdim ki, 7-5 olacaqdı. Speaking-ə gəldikdə, speaking məndə günorta oldu. Eyni gündə oldu. Speaking-də examinerim Michael adlı bir şəxs idi. Kaş ki, başqası olaydı, amma qismət bəxtimə o düşdü. Nəysə, bu mənə 6-5 verdi. Normal danışdığımı düşünürəm. Bütün sectionlarda, bölmələrdə. 2 dəqiqədə normal danışdım. Məncə qrammatik səhvlər də çox eləmədim. 3-cü bölmədə də normal danışdım. Qrammatik səhvlər də az oldu məncə. Yəni ən azından 7-5 8 aldığımı düşünürdüm. Təsəvvür edirsiniz. Heç bir
bölməyə bu qədər confident elə bil ki, yanaşmırdım. Fikirləşirdim listeningim 7-5-dən də aşağı gələ bilər, readingim 7-5-dən də aşağı gələ bilər, writingim də gələ bilər. Amma speakingdə imtahandan çıxanda fikirləşdim ki, mənim 7-5-8-im var. Heyf ki, elə olmadı, məni yanıltdı. 7-5 ala bilmədim. Sonra apellyasiya verdim, 6-5-i 7 elətdirdim, belə deyirdik. Yəni haqlı olduğumu sübut eləyə bildim. Və pulumu da geri qaytardılar. Bunun üçün müəyyən qədər ödəniş eləyirsiniz. 210 manat ödəniş elədim ki, mənim işimə baxılsın. Əgər artım olmasa pulunuz batır. Amma artım oldusa pulunuz geri qayıdır. Bu çox yaxşı bir şeydir əslində. Mən artımı görəndə çox sevinmişdim şəxsən. Ki, ən azından pulum batmadı. Sonda isə onu demək istəyirəm ki, mən də bəzən müəllim axtarmağa çalışdım. Çünki insanlar mənə deyirdilər ki, müəllimsiz yüksək bal almaq mümkünsüzdür. Yəni hətta belə bir ifadələr işlədirdilər. Mən də doğrusu, yəni mən də bir insan olduğum üçün böyük bir çoxluğun belə bir şeylər deməsi mənim öz güvənimə təsir eləyirdi. Mən də fikirləşirdim ki, bir dəfə hazırlaşıram bu imtahana, müəllimlə hazırlaşım, normal bal gedim yığım. Bir-iki nəfər müəllim araşdırdım. Gördüm ki, sosial şəbəkələrdə, YouTube-da falan saysız hesabsız müəllim var. Yəni iynə atsam müəllimin başına düşür. Bir neçəsini araşdırmağa başladım, gördüm yox, çoxu fırıldaqla məşğuldur. Hətta biri ilə hətta görüş də təyin elədik. Gördüm ki, yox, bu insanlar yəni konkret fırıldaqçılıqla məşğuldur və mən bunu hiss elədim. Yəni çox çətin deyil əslində, biraz kritik düşünməyi bacaran bir insan üçün. Ona görə sonradan bezdim, dedim ki, özüm hazırlaşacağam, nə olar. Və hazırlaşdım, yaxşı bal da topladım, yaxşı ki, müəllimlə hazırlaşmamışam. Çünki müəllimsiz 7-5 toplamaq məncə çox daha qəşəngdir. Yəni insan daha çox özgüvənli hiss eləyir. Ümid edirəm bu IELTS imtahanında hər kəs istədiyi bal toplayacaq. Əslində çox çətin bir imtahan deyil. Sadəcə ilk başda insana çox çətin gəlir. Əgər ingilis diliniz yaxşıdırsa, ingilis dilisiz normal IELTS balı mümkün deyil. İngilis dili balı ilə də normal hazırlaşmadan da yüksək IELTS balı mümkün deyil. Bilirsiniz necədir? Balansı saxlamaq lazımdır. Sizin ingilis diliniz də normal olmalıdır. Sizin hazırlaşma prosesinizdə də sərf elədiyiniz effort elə bil ki, normal olmalıdır. Əgər siz sırf ingilis dilinə güvənli bir imtahandan girsəz, normal bal toplayamayacaqsınız. Sadəcə Cambridge-in kitablarını işləyib girsəz də normal bal toplaya bilməyəcəksiniz. Ona görə də normal ingilis dili ilə yaxşıca hazırlaşın və istədiyiniz balı əminəm ki, çox rahat yığacaqsınız. İlk başda hər kəsə çətin gəlir. Bunu qətiyyən dərd eləməyin. Hər birinizə uğurlar arzu edirəm. Məndən bu qədər. Sağ olun, salamat qalın.